Biraz zaman buldum. Dedim patimin ayaklarına biraz başımı koyayım, dinleneyim. Bir şey ağlıma geldi. Deyirəm, hər gün gəzib tozsan, hər gün də gəzirsən, gəzməyə gedirsən, əylənirsən. Bu artıq əyləncə olmur. Dinlənmək olmur. Dinlənməyin öz mənası vardı. Yəni işləyirsən, sonra özünə zaman ayırdığında bu dinlənməkdir. Hər gün gəz, toz, bura, ora, bu artıq dinlənmək olmur və dadı gedir. Ondan da artıq zövq almırsan, keyf almırsan. Hər gün işləməyin də artıq insana zərər var. Hər gün özünə zaman ayırma, elə işdə bir dənə belə gedib belə deyim də dostlarınla oturub bir stəkan çay içmə falan. Bu belə, bunu da eləmə, elə işdə. Bu da insanı bezdirir həyatdan. Hər şey dozunda, tadında gözəldir. Məsələn, mən özümdən götürürəm. İndi onu düşünürdüm, sizinlə dedim danışım bunu. Məsələn, mən çox işləyirəm, bilirsiniz. Və hər günümə şükr edirəm. İşləməyimdən də məmnunam, şükür. Həmişə işləyim, heç kimə möhtac olmayım, balamı qəşəng böyüdüm, onu oxudum, onun gözəl gələcəyi ona Allah inşallah nəsib etsin, gücüm yetdiyi qədər dəstək olum. Amma arada gəzməyi, özümə zaman ayırmağı, nə bilim alış-veriş etməyi, indi hər kəsin öz zövqü var da, onları sevirəm. Düşünürəm ki, mən əgər hər gün işləsəm, heç 2 həftədən bir, 3 həftədən bir, ayda bir dəfə belə özümə bir günlük belə, nə bilim, bir kafeyə gedib özümlə baş-başa qalmasam, ya da yürüyüşə çıxmasam, ya da uşağımla bir yerə getməsəm, həqiqətən həyat dəhşətli çətin olar. Bu o demək deyil, lüks bir yerə gedirsən. Xeyr. Parka gedib oturmaq belə, əylənmək belə, belə gökyüzünə baxmaq belə dinlənməkdir. Yəni gənclərə tövsiyəm budur, şagirdlərimə, balalarıma, işləyin. Bəzən onlara deyir, gəncik, işləyirik elə. Təbii ki, işləyəcəksən, gecə-gündüz işləyəcəksən. Amma arada özünə zaman ayıracaqsan. Mən bunu bütün şagirdlərimə deyirəm. Yox, işləmə, haçan işləyəcəksən yaşlananda? İndi nə qədər gücün, qüvvətin yerindədir, işləyəcəksən, oxuyacaqsan, yeni şeyləri öyrənəcəksən, işini quracaqsan. İndi hansı məslək olursa olsun, balaca, böyük, fərq eləməz. Amma özünə, sevdiklərinə, dostlarına da zaman ayıracaqsan. Hərdən belə olsa, hər gün deyil. Hər gündə gəzsəniz bir faydası olmaz, gələcəyiniz olmaz. Hər gün işləsəniz də gələcəyiniz olmaz. Necə deyim, yemək bişirirsiniz. Çox duz töksəniz duzlu olur, heç bir şey yeyəməzsiniz. Heç duz tökməsəniz də dadı olmaz. Yeyərsəni belə sıxıla-sıxıla, indi xala könlün qalmasın. Həyat da belədir. Hər şey dozunda, tadında eləmək lazımdır. Belə də. Öpdüm, sevirəm sizi.